Salamlar dostlarım, Oktay yeni videoya qarşılaşdım. Bugün sizlərlə sual-cavab videosu çəkirəm. Əgər belə videoların çox gəlməsini istəyirsinizsə, aşağıdan video bəyənməyi və kanala abunə edilməyi unutmayın. Bir də ki, ən önəmli şey sual yazmağı da unutmayın. İlk öncə Mavi Selin yazıb ki, intro sitəsini verir misin? Bildiniz ki, mən introları panazoid.com səhifəsindən götürürəm. Yəni ki, ondan başqa istəyəndə intronu düzəltdirmirəm. Sonra Prenses Kız yazıb, Fatma qardaşsan, bəli, Fatma mənim qardaşımdır. Yəni, onun da 10 yaşı var yenə də, 10 yaşı var. Sonra yenə də Mavi Selin yazıb ki, akraba olduğumuzu açıqlar. Yəni, bəli, mən onunla qoxumam, yəni, yaxın qoxumaq, yəni, açıqlarım. Sonra isə Kamran Hüseynov yazıb ki, onları çit eləmək haqqında video çəkərsiniz. Yəni Kamran aşağıdan yaz ki, hansı oyun haqqında araşdırıb tapıb sənə deyərəm. Həlifə Boğurov yazıb ki, videonu necə renderləyirsən, onun haqqında video çək. Yəni çəkmişəm bir videonu, istəsə onu yuxarıda kart isimlərindən də deyib tapa bilərsiniz. Sonra Gamer MC yazıb ki, sən danışan yerdə mahnı gəlir, o mahnının adı nədir? Dostlar, deyim ki, mən danışan yerdə mahnılar Getmi, Broken Wings, sonra nə bilim, Bönenli, belə mahnılar gəlir danışan yerdə. Deyəcəm, mahnı qoyardım, buradan prosta gelib zətlərik, ya, mahnı qoyardım. Game Azərbaycan yazıb ki, ən çox izlədiyin kanallar YouTube'da. Mən YouTube'da Karahan Paşa, Enes Batır, Furkan Yaman, Burak Oyunda, nə bilim, Orkun Işıtma, Baturay, CSGO Cönlüğü, Direksoda, Ümidi, CSGL, hamısını istəyirəm, yəni günümün demək olar ki, bütün YouTube'da keçir, belə, çəkə olursun. Əflatun Mustafayev bizə 4 tane sual yazıb, indi isə bu videoda 4 sualında cavab verəcək. İlk öncə yazıb, ən sevdiyin, yazıb ki, həyatda ən sevdiyin sənət nədir? Bildiniz ki, mən 5 ildə şahmatla məşğul oluram, yəni indi artıq uşağım, onu yenə də davam edəcəyəm. Elə də şahmatla davam baş gəlib baxarlar. Sonra yazıb, Barcelona yoxsa Real Madrid? Təbii ki, Barcelona Messi Neymar sayılır. Bəli dostlar, bir dənə də indi yapmaq istəyirdim ki, yəni bundan sonra sual-cavab videolarda facecam'da olacaq, yəni onu da deyim. İndi yazıb ki, bəli, Əflatun Mustafayev yenə yazıb. Oktay Meydanokı necə olacaq? Yəni məsələn, siz istəyəcəksiniz ki, tutan 15 dənə saqqız çeynə, onda mən 15 dənə saqqız gəlib tutanını alıb çeynəyəcəm. Sonra məsələn, deyəcəksiniz ki, suyu qatışdır. Sən dalçına qatışdır, pes o qədər iç, belə videolar, ya da 10 dənə barda, 10 stakan suyu içək belə. Sonra da Əflatun Mustafayev yazıb ki, neçə yaşındasan qapış? Qapış neydi olar? Mən bildiyiniz kimi 2005-ci ilin avqustun 8-i aldanmışam. Yəni 2 yaşdan sayanda 12 yaşındayım belə. Dəqiq hesablayın. Belə dostlar. 2017 bir sayfa var. 2005. Bəli, düz deyirəm, 12 yaşındayım. Yes! Sonra isə yazır, Kaxa Flans Azi kanalı yazıb ki, ən zəhləm getdiyin şey nədir? Ən zəhləm getdiyim şey mənim dəqiq fikirləşim gəlir. Bəli, ən zəhləm getdiyim şey qıdıqlanmaqdır. Qıdıqlanmaq ən zəhləm getdiyim şeydir. Onu çünki əsəbləşirəm ondan. Bilirəm, amma əsəbimdən gəlirəm. Keçək sonraki videomuzda, sualımıza. Bir tane yadımdan çıxdı ki, yemək yerkən ağız səsləri olur. Ondan da zəhləm getdiyim şey yoxdur. Onu da deyim sizə. Neysə. Keçək sonraki sualımıza. Sonra Çılgın Gamerlar yazıb ki, ən xoşladığım neydi olar? Intro şarkısı. Bildiyiniz kimi introlanda White Gangster, Oh My God və bir də ki, Cesar Teori mahnılarını işlədirəm. Belə, keçək sonraki sualımıza. Bəli, bu videoda axırıncı sualımız isə Azi Gamer oyunda yazıb. Yazıb ki, niyə mənim kanalımın adını götürmürsən, məndən niyə özənlirsən?
Birinci baxın dostlar, ilk şey deyirik. Azi Gamer oyunda kanalına baxın. 0 abunə. Gördünüz ki, məndə isə 60 abunə. Mən necə götürə bilərəm? Bu bir. Hələ davam edirik dostlar. Sonra buradan baxayım. Sonra katıldığı tarix 27 Ocaq. Mənə baxın, 2 Ocaq. Məndən 25 gün sonra qatılıb. Amma mənə deyir ki, əslində, yəni mənə deyir ki, məndən götürürsən. İndi elə ən böyük ifşa belə budur. Belə dostlar. Və haqqında qismində gəldiyinizdə gördüyünüz kimi mən yazım 12 mart 2014. Amma mən 12 martda video çəkməyə başlamışam. Amma yenə də olsa kanalım 12 martda açmışam. Belə. İkinci ifşamız. Adına baxın. Azi Gamer. Mənim kanalım adına baxın. Azeri Gamer Okta. Onun adı Azeri Gamer oyunda. Fərqə baxın siz. Sonra arxa planına baxın. Game ne? Oyunda. Burada oyun. Game over. Ha, game over. Nice. Nasıl bura game over? Ama ben kanalıma bakın. Azı Gamer Rock'ta her gün yeni video yazmam. Hələ başqası da var idi. Onu da göstərim sizə. Yəni şey. Əslində o məni yəni mən onu pisləmək istəmirəm, onun qardaşımdır. Və adı da Xaliddir. Amma yəni mən əsəbləşəndə belə olur. Burada da lokalıyım mıydı? Ha. Əvvəlki də bildiyiniz kimi belə idi. Yəni baxın. Yəni belə idi əvvəlki. Belə dostlar. Yəni burada bir ifşamız olduğuna. Yəni yenə deyirəm ki, onu pisləmək istəmirəm, çünki o mənim doğrudan da qardaşımdır. 5 il bir sinifdə oxumuşuq. Belə. Neysə dostlar, bu videomuzun da sonuna gəldik. Əgər belə videoların çox gəlməsini istəyirsinizsə, sol yazmağı, abunə olmağı və like atmağı unutmayın. Sağ olun, salamat qalın.